Salam hər kəsə. Bugün iki quruluş haqqında, yəni quldarlıq və feodalizmin əsasını ən sadə şəkildə izah etməyə çalışacağam. Quldarlıq nədir? Quldarlıq lap qədim dövrdə şəhər dövlətlərin ilk yarandığı, tayfaların ilk yarandığı zamanlarda güclü olan tayfanın zəif olan tayfaya hücumu və qalibiyyəti nəticəsində məğlub olan tayfanın əhalisinin istədiyi qədərini götürüb öz ərazisinə aparıb pulsuz işlətmə şəklidir. Yəni bu artıq quldarlıq sayılır. Əgər bir hökmdar başqa hökmdara qarşı qalib gəlibsə, onun əhalisini talan eləyirdi. İstədiyi qədər şəxsi öz ərazisinə aparırdı, özünə qul eləyirdi, onların sahibi olurdu və qullar da sahibinə limitsiz xidmət eləməli idi. Bunun qarşılığında isə sahib ona istədiyini eləyə bilərdi. İstərsə satardı və yaxud da nə istəsəydi eləyərdi. Qulun heç bir haqqı yox idi, heç nə də tələb eləyə bilməzdi. Təbii ki, o dövrdə pulsuz işçini, işləməni bu şəkildə təmin edirdilər. Avropada bizim eranın 5-ci əsrindən artıq quldarlıq quruluşu dağılmağa başlamışdı. Yəni qədim Roma Respublikasının süqutu ilə Azərbaycan ərazisində isə quldarlıq bizim eranın 3-cü əsrindən dağılmağa başlamışdır. Quldarlıqda əsasən sahibkar və qul əsas idi. Quldarlıqdan sonraki rejim olan feodalizmdə isə kəndli və feodal əsas götürdü. Feodal kimdir bəs? Feodal torpaq sahibidir. Yəni feodalizm dövründə artıq sabit hökmdarlar öz ərazilərini idarə etmək üçün müəyyən miqdarda torpağı belə deyə bilərik ki, bəxşiş şəklində və yaxud da ki, uğurlu olan əskərə yaxşı xidmət müqabilində verirdi və həmin ərazidə yaşayan insanları da torpağı verdiyi şəxsə təhkim edirdi. Yəni, bu ərazidə yaşayan kəndlilər artıq feodalın ərazisinin işləyənləri olurdu. Kəndlilərin qullardan müəyyən fərqləri var idi. Çox az da olsa hüquqları var idi. Özlərinin şəxsi kiçik də olsa mülkləri ola bilərdi, özlərinin əmək alətləri ola bilərdi. Amma torpaqdan ayrıla bilməzdilər. Yəni, feodalın torpağından ayrılıb başqa torpaqda çox vaxt işləyə bilmirdilər. Yaşayışları üçün məcbur idilər ki, feodalın torpağında qalsınlar, orada işləsinlər, feodala lazım olan qədər məhsulu feodala versinlər. Təbii ki, bu qazandıqları məhsuldan özlərinə də götürə bilərdilər. Hər halda quldarlıqdan fərqli idi. Amma çox böyük fərqli idimi? Xeyr. Yenə də qullarla kəndlilərin yaşayışı çox zəif şəkildə idi. Nəticə olaraq fərqlərini götürsək, kəndlilərin müəyyən hüquqları var idi, özlərinin mülkləri ola bilərdi, qullarda isə bu hüquq yox idi. Feodalizm quruluşu isə Avropada 17-ci əsrə qədər davam eləmişdi, Azərbaycan ərazisində isə 19-cu əsrə qədər davam eləmişdi.